Əmirəl-mömin əleyhissalam buyurdu, vaxtı ki, insan dini, haqqı tapdı, əfzəlus saadə istiqamətud din, əfzəlus saadə istiqamətud din. Yəni, vaxtı insan dini, haqqı tapdı və ona mütədəyyin oldu, dindar oldu, aya bu dindarlığında gələ istimrar və subat olsun, ya elə bu eləyə bilər, rəngarəng olsun, mütələvvin olsun, rəhbərək olsun. Mühüm budur ki, o din-i vahiddə gələ istiqaməti olsun. Gələ bu təslimi ləhsə bir ləhsə, nisbət bir Haqq təbarəkə və teala, əzəmət və kibriyayı haqq olsun.